Deməli, sizə danışım deputat seçkisindən. Bizim fəhlələrin əziyyətindən danışım. Deputat seçkisi gələndə, anam bacım, bir darojnu sumka paltar aparıq iş yerinə. Deputata səs verməyə. Binəqədi, Biləcəri, Nərimanov deputatı seçirik ya. Da təsəvvür elə 50 yerdə səs verir. Axırda inan Allaha, balalarım nəzcanə, axırıncı bu deputat seçkisinə bizi Binəqədidən qovaladılar. Kabala, siz bura 4-cü dəfədir gəlirsiniz. Biz onlara başa sala bilmədik ki, bizi bura məcbur gətiriblər ki, siz gedib... Kim məcbur göndərir? Bizim JEK müdürü, bizim məzun kommunal müdürü. Siz səs verməzsə, biz sizi işdən çıxardacağıq. İnan Allaha, başçının qəbuluna gedəndə 50 dənə paltar dəyişirik. Başçı Nərimanov sakinlərini qəbul edir. Ruhiyyə xanım, bu karusel əməliyyatı var ki, seçkilərdə iştirak edirsiniz. Bu zaman kimə səs vermək lazımdır? Kim sizə bu təlimatı verir? Bizə JEK müdürü, ona da Türkün məsələ icra başçısı. Kim deyir seçkiyə getmədi, işdən çıxart. Deyirəm, abala, mən seçmək istəmirəm. Mən bu yaşa çatmışam, deputat nə olduğunu bilmirəm. Mən niyə gedib sənin sözündən kiməsə səs verməliyəm? Vermək istəmirəm də, mən